Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 412. bölümün Allah'ın adı ve yadıyla başlayacağım. İnşallah hayırlı olsun. Gene de bildiğiniz kimi bu programlarda biz Türkçe kitapları oxuruq, əl yazmaları oxuruq və 250 ildən çox ömrü olan əl yazma türk kitabları oxuruq. Beləliklə bir aydın yol tutmuşuq. Gedirik. İnşallah ki, xeyirli olsun. Geçənki gündə Şəvahid-i Nübüvvə adında bir kitab oxuduq, əgər səhv eləmirsəm. Və tapdıq ki, bu kitab 961-ci ildə, yəni 481 il öncə yazılmış görünür. Şairin və yazarın adı Sənayidir. Amma bilmədik bu hangi Sənayidir. Əcəba öncələr bu kitab yazılıbdı. Sonra Sultan Süleyman Qanuni dövründə bunu tənsix eləyiblər, nüsxələdiblər. Əcəba bu Sənayinin kitabıdır. Amma ChatGPT dedi ki, yox, Sənayinin belə bir kitabı yoxdur. Amma biz bilmirik var deyə yoxdur. Çünki ola bilər olsun. Hər halda bu kitab Məntiqi Teyri Xacə Əttardan təsir alaraq yazılıbdır. Bunu bildik. Gedək görək bu günləri, bugünkü kitabımız adı nədir və konusu nədir? Bu kitab ehtimalən, bunu mən axtarsam, Cəmna fi fənni coğrafiya belə bir şey yazıbdır. Görək ki, bunu biz yazsaq, biz bunu neçə dəfə indirmişik. Cəmna fi fənni gətirmir. Ehtimalən elə bir dəfə yazmışıq. Yəni bir dəfə indirmişik. Ona görə bunu baxaq, görək ki, nədir. Bu kitab PDF deyir ki, bu kitab 33 səhifədir. Amma kitabın birinci səhifəsində görürük, PDF-in birinci səhifəsində görürük ki, kitabdan 2 səfərin əksini qoyubdur. Geçmiş rivalatay, keçdiyimiz yola baxanda əvvəl kitabların hangi kitabxanada və necə saxlanır, kitab vəziyyəti, durumu necədir, ona baxırıq. Bunu kiçildirik, səhifəyə yerləşsin və baxırıq. Kitabın ehtimalən mənə belə gəlir, kitabın ortasına, yəni Şirazə, ora ki bir-birinə tikilir, yapışır, orasına su geçibdir. Bunu görürük. Kitabın cildini görmürük, birinci, ikinci səhifəsi görmürük, amma burada bir deməli kitabxanası yazılıbdır. Üstdə çox kiçik Sahib Molla kitabxanası, ya Nacib Molla kitabxanası deyə belə bir ad görünür, möhür görünür. Arxa tərəfdə, yəni bu səhifə ki salmayıblar, bu səhifənin, sağ səhifənin arxa tərəfi ki biz görmürük, orada bir möhür var. O möhür də haradır, çünki görmürük, bir şey deyə bilməyəcəyik. Mən çalışıram ki, səhifə də geçsin arxaya, arxanı görək, yoxdur elə, birinci səhifə budur. Kitabın, bəlkə bir ayrı yerdə bunun doğru möhürü görərik, görsəm də o möhürü tanıdım rəngin, oradan tanıdım, yəni qiyafəsi düşüb bu yüzdən görsənir. Birinci səhifədə və ikinci səhifədə Fehristi kitab deyə, Fehristi əl-kitab deyə yazıbdır qırmızı rənglə. Babların, müqəddəmi kitab və babları 1, 2, 3 deyə qırmızı rənglə və açıqlamasını qərə rənglə yazıb. Yazının dövrəsinə qırmızı bir cizgi ilə çərçivə cizibdir. Onun içində zeytuni və zeytunidən sonra ağ zeytuni və zeytunidən sonra qərə bir xətt ilə, zeytuni qalindir, yarım santimetr olar və qərə bir xətt ilə də onun dövrəsində bir cizgi çəkibdir. Beləliklə yazının içərisi bəlli olubdur. Səfələri də hər qonunun qarşısında yazıbdır. Üçüncü və dördüncü səhifə boşdur üz-üzünə, amma burada bir şeylər, bu dördüncü səhifədə bir şey yazılıbdır, oxumağına çalışarıq. Gəlirik kitabın içinə giririk. Kitabın hər tərəfi nəqqaşidir. Yəni yazıdan sonra hər yer nəqqaşı olubdur. Çərçivələr çox eyni çərçivələr, amma biraz qalin, biraz aydın.
təzhibi çox gözəl bir təzhibi görürük. Təzhibin ortasında Haza kitabı cəmna fi fənni coğrafiya. Kitabın əslən adı budur. Adı özü şeyin ortasında yazıbdır. Kitabı cəmna fi fənni el-coğrafiya. Kitabın adı budur. Qırmızı xəttinə o şeydə yazıbdır. Bu da yenə ölüm dövrələri dediyim ki, nəqqaşı olubdur. 2 səhifə. Yəni kitabın əvvəl 2 səhifəsi, yazının 2 əvvəl səhifəsi nəqqaşı olub dövrəsi, yazılar yox. Ondan sonra eyni birinci səhifənin o dövrəsində olan sütuna tay. Burada da çərçivələr çizilibdir. Bəzi yazılar qırmızıdır, bəzi nəqqaşilər çəkilibdir. Nədir, nə deməkdir? Onları bilmirəm. Və tozihlər var, yazılar, nömrələr, xülasə vardı və kitabın 23-cü səhifəsində qurtarır bu kitab. Burada bir tarix ehtimalən olmalıdır. Ona bir baxaq, sonra gedək görək bu nə mənədir. Deyir ki, ənva-i ruziyar təcəssüs edərək üfüqi 64 nöqtəyə dəgin 64 nöqtəyə dəkin qiyas və tedad etmişlər və nüqat məzkurənin əsma və təbirati zəbərdə təsvir ehtimalən zir olacaqdır. Təsvir olunan puslədə məzkur və mühərrər olmağa tətvil kəlamidən təhaşi edib pusləyə həvalə olundu. Nəzər olunduqda məlum olur. Kitabın ən son kəlməsi beləsi qurtarır və bir nəqqaşı çəkilib aşağıda eyni o cildin əvvəlində 2 səhifəki nəqqaşı olmuşdu. Burada da yazının sonun kamilən bir nəqqaşlıq ediblər ağacla. Puslə dediği budur. Bu şəklilər ki, burada görürük ki, dairələrdir, dairələrin içində dairədir və çox gözəl bir həndəsi şəkildə, əla bir vəziyyətdə o zaman bunları işləyiblər, vaqən hövsələ, çox hövsələ və rəhləyiblər. İndi burada biz bunu 3 bodili görürük. Yəni bu nəqqaşilər elə çəkilib ki, elə bir ki, indi bunu hangi zaman çəkiblər ona baxarıq. Yəni o da mühümdür ki, bu nəqqaşı, bu nəqqaşı deməyək, bu bilmirəm bunun adını nə deyək. Hər halda təsvir desək, görüntü desək daha yaxşı. Bu görüntülər necə o zaman buraya yetişiblər? Bu 3 bodu olmağını göstərir. Bir səhifə ondan sonra boşdur və yenə bir yazı başlanır. O da gəlir və 4 səhifədən sonra qurtarır. Onun da sonuna baxaq görək ki, bir şey yazıbdır ya yox. Yox, bunda da yenə tarix burada yazmayıbdır. Axirini gördük. Sonra yetişirik cədvəllərə. Bu 2 səhifə cədvəldir. Sonra yenə yazılar başlayır və davam edir. Bir cədvəl, bir yazı və kitab burada qurtarır. Zahirən gərək ki, burada qutarsın. Qurtarmasa da bir yazı burada görək, baxaq görək bunun sonunda təmməd. Təmmətə gəldi, yetişdi, burada işlətdi. Görək ki, burada nə yazıbdır? Xatimeyi küreyi zəmin qat təbəqə mütləqəyə təfriq olunduğu bəyanındadır. Bəzi coğrafiyun indində küreyi zəmin 4 qət'eyi mütləqəyə təfriq edərlər. Yəni, əski dünya, yengi dünya və cabit qütbündə olan dünyayı məchulətül əhvalidir. Ehtimalən bu canib qütbündə, yəni iki tərəfdə olan qütbü danışır. Bunu canib tərəfdə olan dünyayı məchulətül əhvalidir. Əvvəli bizim o, yəni hangisiydi? Əski dünya. Əvvəli bizim bir bərri əzim olub və bizə görə nisbi küreyi foqanidədir. Bizim olduğumuza görə deyir, bizə baxanda biz olduğumuz yerdə, deyək bu İstanbuldadır. Deyir ki, bu nisbi foqanidədir, üstədir, yəni şimal tərəfdədir ehtimalən.
Əski dünya və yengi dünya və canib qutbində olan dünyayı məchulətül əhvalıdır. Əvvəli bizim bərr-i əzimidir. Bər quruluq, qarrə deyilir. İndi Türkiyədə əlbəttə elə bunu o tür bir şey yaxın işlədirlər. Və bizə görə nisbi küreyi fovqanidədir. Yəni, mühit Asiya və Afrika və Avropadır. Bu üçü bir qarrədir əslində. Ona görə də burada işlətmir ki, buna görə qədim deyirdilər ki, bir qarrə var. Bu üçün indi deyiblər Afrika, Asiya, Avropa. Bu siyasi bölümdür. Avropanın özünə, Asiya və Afrikaya qarşı bir siyasi hüviyyət qazandırmaq üçündür. Əslində, Avropa, Asiyanın bir bölgəsidir. Və Afrika da Misirdə yapışıqdır Asiya, yəni orada da birdir. Buna görə bura deyiblər əski dünya. Bunu mən öncələr də demişdim, amma burada adın işlətmədiyi üçün və üçün bir tutduğu üçün yerin gördüm ki, bunu yerlidir ki, bunu deyim. Avropadır və qəti saniyə nisbi küreyi təhtanidədir ki, Amerika dərlər. Amerika dərlər, yəni mühiti yengi dünyadır. Buna da Amerikaya da ki, qarrı Amerika biz deyirik ona. Bu doğrudan ayrıdır, yəni Asiyaya yapışmayıbdır. Bu ayrıdır. Yəni mühiti yengi dünyadır. Və qəti salisə mühiti ərazi qutb-ı şimalıdır ki, məchulül əhvalıdır və qəti rabiə ərazi qutb-ı cənubudur ki, ol dəxi məchulül əhvalıdır. Bunlardan maəda, bunlardan qalan hər nə varsa, bunlardan maəda neçə cəzair əzimə vardır ki, kəmal əzəmətdən naşi bərr əzim itlaq olunur. Böyük cəzirələr də bunlar çox böyük olduqları üçün elə bunlara qarrə demək olur. Ehtimalən Avustraliyanı nəzərdə tutur. Təmmət, kitab qutardı. Tərhəmət hazihir risalətü fi yədil əbdiz zəif əl-muhtac iləl hidayəti Rəbbil qədir. Adı nədir? Baron Sir Ceman. Yazanın adı Baron Sir Ceman. A'nın üstünə məd qoyub ki, yəni A uzundur. Ceman. Mən bunu nədənsə yaxşı görəmirəm, biraz yekəldim. Biraz tozlu görünür. Yəni bunu deyim, kitab oxuyanda biraz tozlu görünür. Ehtimalən sicilliyatin təyin fil yevmil sicilliyatayni fi yevmis sani vel əşrin 22. min Zilhəccə Zilhəccənin 22-sində tarix. Əlbəttə bu demədi ki, tərcümə tarixi yazsaq daha yaxşı olar. Tərcümə tarixi tərcəmtu hazihir risalətə fi yədil əbdil ya türcümət hazihir risalət tərcümə olundu. Türcümət hazihir risalətə fi yədil əbdil zəifil muhtaci ilə hidayət Rəbbihil qədir Baron Sir Tərcüman sicilliyatani bilmirəm nəmdə sicilliyatayni fi yevmis sani vel əşrin 22 Zilhəccə Əş-şərifə lisəneyi 45 və 100 və əlif səneyi 45 və 100 və 100 və əlif və 100 və əlif. İndi bu nə olar? 1152 4. Yox, üzr istəyirəm. 5 və 40 45 100 əlif 1000. 1145 Hicridə tərcümə olubdu, amma mütərcim deyil, o barondur ehtimalən.
Amma özün niyə məsələn bu ərəbcə yazıbdı? Əlbəttə ərəb bilir həttən də. Əlif vəqəəhu fi beldətil Qüstəntəniyyə. Qüstəntəniyyədə, yəni şeydə olubdu, İstanbulda olubdu. Sanəhallahu Teala anil afat vəl bəliyyat. Allah onu bəlalardan qorusun. Allah rəhmət eləsin. Bir kitab yazıbdı bizim üçün. İndi bu özü çox önəmlidir əlbəttə ki. 2 son səhifə boşdur, sonra Küre-i Ərzin. İndi diqqət buyurun dostlar, bu kitab oldu 1145-də yazılıbdı, tərcümə olubdu yəni. İndi burada gətirək deyək 1145-də tərcümə olubdu. Bundan çıxsaq 1447-ci ilin axırın günlərində yox. 302 il öncə bu tərcümə olubdu. 302 il öncə tərcümə olub. İndi bu 302 il öncə coğrafiyanın burada kürənin əksini salıblar. Nəqqaşə eləyiblər, üzr istəyirəm, beləsi deyək. Kürənin nəqqaşə eləyiblər. Biz bu kürəni burada görürük. İndi baxaq görək, yəni bu kürə bizi bir şeylər göstərir. 300 il deyək da, 300 il bundan qabaq baxaq görək ki, bu Avropa nə yekəlikdadır. Əlbəttə bunu mən indi təşxis verə bilmirəm. Dedim biraz kitabın şeyi yaxşı deyil. Xətt-i ustuvanı görürük. Ehtimalən Amerika'yı Cənubidir, min əqalimi nədir? Bəhri Muhit-i Cənubi. İndi burada baxsaq, bura Afrikadır. Afrika çox böyük çəkilibdir. Avropa, baxın, indi bu nəqşə çox mühümdür. Biz bunu yaymalıyıq. 300 il bundan qabaq. Bu bizim üçün siyasi olaraq belə bir sənəddir. Mən bu kitabı biraz da kiçiklədim ki, bu səhvəyə yerləşsin. Bizə deyiblər ki, yer kürəsinin nəqşəsin, mən bunu şey eləyim. Gedək buradan bu screenshotdan bunu alaq və islah eləyək. Tamam. Oldu. İndi bunu yaymalıyıq biz doğrudan da. Çünki bu bizə deyir ki, mən indi bunu yekəldirəm burada, o kitabdan yekə olsun ki, bunu görək. Mən indi bunu hərəkət verə bilirəm burada. Baxın dostlar, diqqət buyursanız bizə indi Avropanı çox yekə göstərirlər də. Yəni məsələn İngilistanı filanı zadı yekə göstərirlər. Və deyirlər ki, nəqşə bir cür çəkilir ki, o nəqşə çəkiləndə bəzi yerlər yekə görsənməyə məcburdur, bəzi yerlər kiçik görsənməyə məcburdur. Amma indi burada baxırıq, görürük ki, 300 il öncə ki, siyasi deyildi nəqşəni çəkmək və Avropa ayrılmamışdı Asiyadan, Afrika da o şeydən idi. Burada nəqşədə, birinci nəqşədə, yəni sağ tərəfdə bu nəqşəni görürük. Diqqət buyursanız, əqalim-i Asiya deyə yazıbdır. Baxın, görün ki, böyük bir Bəhri Muhit-i Hind deyə yazıbdır. Cəzirələrin əksini qoyubdur burada. Yəni, deyək ki, Bangladeşdən o tərəfə olan cəzirələrdir. Məsələn, nə deyim, Filipin cəzirələri filan bunlar o tərəflərdir. Burada məmləkəti Çin, Hind, məmaliki pəncom deyə nədir? Bu nə mənə oxunamaq olar? Əcəm, məmaliki Əcəm, Cəzirətül Ərəb. Məsələn burada, Mazəndəran gölünün əksi var. Diqqət buyurun, nəqşədə var. Yəni, burada baxanda görürük ki, Rusiya və Avropa başdan başa Afrikadan biraz enli ola bilər. Ya olar, biraz olar.
Yəni bunu indi ölçmək lazımdır. Əlbəttə şeylə ölçmək olur da. Bu da 1, 2, 3, 4, 5, 7, 8, 9, 10. 9 deyək. 9 əcəba Afrika hardan Afrika olur? Bilmirəm ki, hardan başlayır. İndi bunlar yəni bu saatları sayanda onun üzü ilə bilirik ki, bu hansısı nə qədərdir. Hər halda burada görürük ki, o bu türdə ki, Amerika yekə olsun, ya Afrika kiçik olsun, Avustraliya yox olsun, ya kiçik olsun, ya görsənməsin, ya da ki, çox yekə görsənsin. Avropa əsla və əbəda, indi burada əqalim Avropa deyə düz Asiyadan çəkilibdir ki, əslində Asiyadan ayrılmayıbdır. Çox yerdə yapışıqmış Asiya, Avropa. O cümlədən Rusiya və Ukrayna tərəfindən Avropa kamilən yapışıqdır Asiyaya. Mən deyirdim, bəlkə hələ oradan qırıqdır. Yəni, mən deyirdim, bəlkə burada bir qırmızı dəniz və şey var, Türkiyənin ətrafında, bəlkə orada qırılıb. Yox, orada da qırılmayıb. Yəni, çox ciddi bir nəqşə ilə biz qarşı-qarşıyayıq və bu bizim üçün, bu iki dünyada tərəfsiz, bunun hamısını görürük ki, qoyur heçə. Çox cəlibdir. Mən sevdim bugünkü kitabın. Bu tapıntı bizə özü elə bir tamam. İndi gedək o birisi səhifəyə baxaq. 2 səhifə boşdur. Tazaşdan burada ehtimalən Asiyanın nəqşəsini görürük. Ehtimalən, amma baxmalıyam. Çünki əgər icazə versin, mən bunu yekətmək istəyəcəm, amma icazə məmalik Rum eli. Bəli, bura Asiya olacaqdır. Ya da ki, Türkiyə və Ağdəniz, Anatoli, Rumeli, Qərədəniz. Burada Osmanlının torpaqlarını çəkib, ehtimalən. Ehtimalən Osmanlının torpaqlarını çəkibdir. Məmaliki Fransa, Məmaliki İspaniya adlarını yazıb da, onların nəqşəsini çəkib. Burada Osmanlının şeyini görürük və dənizləri. Torpağı ilə işi yoxdur, çox dənizi burada görsədir. Yəni suyu görsədir ki, haralara can gedibdir o Ağdəniz dediği yer. O birisi səhifəyə gedək, görək ki, o birisi səhifədə bizə nə verir? Bu Osmanlının aynı nəqşə 2 dəfə təkrar olub. Əcəba 56, bəli, aynı nəqşə 2 dəfə təkrar olub. Yəni 2 dəfə salınıb kitabda, çünki səhifənin üstündə nömrə vurublar, oradan bilirik. Cildi görürük indi. Cildin üstündə Osmanlı dövründə suyun üzündə çəkilən nəqqaşidən qoyublar, amma onun arxası, yəni yapışdığı nəqqaşi yapışan yer göndən, qırmızı göndən imiş ehtimalən. Beləliklə bu kitabla tanış olduq. Qeydaq və bu kitabdan oxuyaq. Fehristdir, biraz oxuyaq, fəqət kitabın şeyini bilaq. Sürətlə oxuyacağım, çünki özüm qulaq asırdım dünənləri, gördüm ki, çox uzaldıram bəzən. Fehristül kitab, Müqəddəmətül kitab, qırmızı 6-cı səhifədə. Babil əvvəl, coğrafiya ləfzünün mənası və əqsam-ı tərtibinin məbnası bəyanındadır. 6-cı səhifə. Bab-ı sani, coğrafiya, əmali və ana məxsus heyət-ü həndəsədən vəz olunan əşkal bəyanındadır. 7-ci səhifə. Bab-ı salis, ərzün kürəviyyətinə, yəni zəminin tədvirini tədvir dairəliği, tədvirini iqtiza eyləyən dəlail bəyanındadır. 11-ci səhifə. Bab-ı rabi, şəmsün küre-i zəminə nisbət dövr-ü inqilabi ilə zuhur edən dəvair bəyanındadır. Bu da inqilab burada fırlanmaqdır, münqəlib olmaq, dağılmaqdır, ya fırlanmaq deyə gələcək. Şəmsin küre-i zəminə nisbət dövrü inqilabi. O zaman deyilmişlər bəlkə yer fırlanır, göy fırlanır yerin dövrəsinə. Yəni göy deyirəm, gün fırlanır yerin dövrəsinə. Şəmsin küre-i zəminə nisbət dövrü inqilabi ilə zuhur edən dəvair bəyanındadır. Bab-ı xamis, alati fələkiyyədə, xüsusən küre-i müstəmilədə olan
xutut və dəvair bəyanındadır. 15-ci səhifə. Fəslül əvvəl. Buracan bab idin, getdi fəsillərə başlanır. Fəsli əvvəl füzəlayi fənni coğrafiya yaramaz kürəyə 8 ədəd rüusi dəvairi təqdir etmişlər anların bəyanındadır. Yaramaz mənası vermir. Bu ehtimalən bir ayrı bir şey olacaqdır. Biraz da bunu geçərsəm bəlkə. Füzəlayi fənni coğrafiya biramaz kürəyə. Belə bir şey yazıb. Baş tapmadım nə deməkdir. Bəlkə də təxəssüsü bir lüğətdir. Mən eşitmədiyim üçün onu bilmirəm ki, nə çox oxuyacağam. Fəsl-i sani xətt-i üstuva bəyanındadır. Fəsl-i salis məntəqətül buruc bəyanındadır. 16-cı səhifədə. Fəsl-i rabi dairətün nisb nəhar bəyanındadır. 18. Fəsl-i xamis ufuq bəyanındadır. Fəsl-i sadis rə'sün nüqat-ı ərbəə bəyanındadır. Fəsl-i sabi nüqat-ı mü'tərifə bəyanındadır. Ya mü'tərizə bəyanındadır. Ehtimalən mü'tərizə olacaqdır. Bunlar təxəssüsü olduqları üçün indi düz qələt oxumağıma bağışlarsın. Fəsl-i samin mədarü sərətan və mədarü cədyi ya cüdəy bəyanındadır. Fəsl-i tasi dairətani qutbi bəyanındadır. Dairətan 2 dənə dairə. Biri üstdə, biri aşağıda. Biri şimal, biri cünub. Dairətani qutbi bəyanındadır. Fəsl-i aşir mənatik bəyanındadır. Fəsl-i hadiyə əşər əqalim bəyanındadır. Babi sadis getdi sabisə. Fəsl qutardı. Birinci fəsli əslində gedir birinci baba, indi gedir 2. Babi sadisə birdən birə getdi. Yəni nədir oldu babi? Babi xamisin içindəki fəsilləri saydıq. İndi gedir babi sadis. Küre-i zəmin üzrə mütaliə olunacaq məvad bəyanındadır. Fəsl əvvəl. Bunun da özünün neçə fəsli var? 6-cı fəslin. Fəsl 6-cı babın neçə fəsli var? Fəsl əvvəl. Bir məhəlli məlumun ərzu tulini bulmaq bəyanındadır. Fəsl sani kürəyi bir mövzuə görə ifaqiyyə suud etdirmək bəyanındadır. Bir, məsələn, Təbrizə görə küre-i zəmini istiruq ki, anlayaq nə cürdür. Fəsl salis bir yevmi məlumidə, məsələn, deyək ki, ayın 28-i, filan ayın 28-ində məsələn. Bir yevmi məlumidə şəmsün cəryanının nəzər etmək bəyanındadır. O gün, o gündə nə cür olacaqdır onu. Fəsl rabi xurşid ənür nə gün, xurşid ənvər nə gün, ənvər çox nurani, çox ışıq verən. Xurşid ənvər nə gün bir məhəlli məlumun üzərində əmudən murur etdiyi bəyanıdır. Əmudən yəni orada düz şey olacaqdır. Əlbəttə bir məhəllidə də, məsələn indi Kanadaya düz inanmıram ki, şey olsun, amma olur burada da bəzən çox günəş olur. Fəsl xamis bir yevmi məlumidə bir məhəllə görə şəms-i tului və qurubini bilmək bəyanındadır. Məsələn Təbrizdə ya Ərdəbildə ya bizim kəndimizdə gün orada hangi zaman çıxar, hangi zaman batar onu istir desin. Fəsl sadis bir məhəllün ətvəli nəharini və iqlimini tətbiqən fəhm etmək bəyanındadır. Fətm-i sabi ədəd əqalim şuhur bəyanındadır. Şuhur aylardır. Aylara görə iqlimlər nə cür olur? Fəsl samin burada indi olduğu 8-ci fəsl. Bir məlum saatdə, məsələn sübh saat 5-də, 5:30-da, 6-da, 6-nı 2 dəqiqə keçəndə, ya 6-ya 1 dəqiqə qalanda, 10 saniyə qalanda. Bir məlum saatdə nə məhəldə vaxt zöhrüdür, ehsasi bəyandır. Burada zöhrü dediği üçün namaz qılınan vaxtdan ehtimalən murad edilir ki, istir dəqiq onu bilsin. Deyək ki, məsələn 12-ni 1 dəqiqədə, 12-ni 18 saniyə keçəndə. Məsələn, fəsl tasi bir məhəlli məlumun nəhari qənği yevm filan qədər saat təvil olur bəyanındadır. Bilir ki, göl uzanır, gün uzanır, kiçilir. Bir məhəllin, məsələn bizim kəndimizin Kəlanın, deyək ki, günü hangi gün çox uzun olur, hangi gün kiçik olur, hangi gün nə qədər uzanır.
Fəsl aşir, bunun çox fəsli vardı. 2 məhəllün bəyanında olan məsafənin qiyası bəyanındadır. Məsələn, Təbrizlə Tehranın arası, Təbrizlə Ərdəbilin arası, Təbrizlə Meşkinin arası, Təbrizlə Qaşqayıstanın ya Təbrizlə Türkmən səhranın arasını istəyirik ölçək. Urmiyə dənizinin arasını istəyirik ölçək. Fəsli bab sabi 7-ci baba gəldi. İndi bununki da beləsi. Xərait coğrafiya əşkalini və küre zəminin rüsum və əmalının təriq istimali bəyanındadır. Fəsl əvvəl əməli xəritə bəyanındadır. Bu özü də bu 7-ci bab özü neçə dənə fəslə bölünür ki, mən onları oxuram. Fəsl əvvəl əməli xəritə bəyanındadır. Nəxşəni nə cür çəkərlər ya nə cür olar ondan. Fəsl sani bir şəhrin tur və ərzini bulmaq bəyanı. Nəxşənin üstündə bir şəhrin günə qarşı ya günə görə bunun boyunu, enini ölçmək necə olar? Fəsl salis 2 məhəlli məlumun beynində olan məsafəyi qiyas etmək lazımdır. Bu da bir-biri ilə ölçməyi istəyir ki, məsələn 2 dənə bəlli yerin arasını necə ölçək? Məsələn, bu dağdan o dağa ya bu şəhərdən o şəhərə, bu məmləkətdən o məmləkətə bunu necə ölçmək olar? Fəsl labi əlavətil umum qiyas bəyanındadır. Fəsl xamis kürənin turabu mayi ilə müştəmil əczai mütəəvvəlin istilahatı bəyanındadır. İstilahatını deyəcək, suyun turab yer, torpaqdır və ma sudur. Bunların ikisinə hangi adlarından işləyirlər kürənin yerin üzündə, işlədirlər hangi adları təxəssüsü, onları danışır. Xatimə, küre zəmin qaç qəti mütləqəyə təfriq olunduğu bəyanındadır. Bu, pəs onda ki biz gördük, hər bölüm bu tarix təmmət yazır, onu orada gördük. Amma tarixi də ən sonda gördük. Bəs bu, o səhvələr arada boş qaldığı və təmmət yazdığı, yəni ki, bir bab qutarır, o birisi baba keçir. Mən hər babdan bir səhvə oxumağa və sürət ilə oxumağa çalışacağım. Birinci səhvədən başlayaq. Haza kitab-ı cəmna fi fənnil coğrafiya. Eqdad, buna nə oldu? Tamam. Görək. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil aləmin və səlatu və səlamu alə cəmi'il ənbiyai və mürsəlin və alə alihim və əshabihim əcməin. Müsəlmanlığımızı göstərdik. Əmma bəd. Bu həqirə pur təqsirin molidi məmalik-i mə'murətül məsalik Osmaniyyədən Mədinə-i Qeysəriyyə olub. Bu Qeysəriyyədə doğulub bu adam. Osmanlı dövründə. Bir mucibi təqdir Rəbbi qədir, bir mucibi, bər mucibi təqdir Rəbbi qədir, hədasət sin-u hal-u və səbavətimdə, آستان سعادت آشیان سلطان اسلامیانه رومال عبودیتdən və ayecir olduğumda dövlət-i illiye-i Osmaniye'də müstəqillən 45 sənə elçiyə kəbir filming olub. Filmingdə 45 il bu adam şey olubdu. Səfir olubdu. Diqqət buna şeydir. Mütərcimin halı. Bunun halı haqqında yazaq ki, Osmanlı'nın Qeysəriyyədə doğulub 45 il səfir olub 45 elçi kəbir filming olub dəfəat ədidədə risalət kübra ilə beyn dövlətən xidmətçicar məsalih amə və vücuh ilə xeyrxah dövlət illiye İslam ikən qüvvət olan Qunte Qulir nam ehtimalən qut olan da ola bilər. Fot olan Qunte Qulir nam sahibi ət-tədbirün şərəfyab intisab xidməti olub. Burada bir ad dedi, mən bunu oxuya bilmədim. Kim olacaqdı?
fot olan Gunte ya Funte Gulir belə bir adamdır. Fonte Gulir. Nam sahibi tədbirin bir kitab adı olacaq bu sahibi tədbir ya da ki siyasət əhli olacaqdı ona görə. Şərəfyab-ı intisab xidməti olub hüquqi nemət və ədai xədəmat lazımə veli nemeti بعد المراعات بر مقتضای فطرت طبیعی اسنای فرصت طلب علم و تحصیل فنون صرف اوقات üzere ایچن به امر خدای بیچون مخدوم تربیت نمونم ارتحال دار بقا ile bu خاکسار پسماندهی غار دار فنا olup غار زار فنا olup bil اضطرار مانند مرغ بیپر قفسی انزوایی مقام و مگر دب نوای نالهی مطالعه کتبی متنوعه تحویل و هوای مقالهی مدارسه فنون متفرعه تبدیل ایله علایق دنیادن روگردان و عوایق بی معنادن کشیده دامان mütevekkilən ələl-məlik rəzzaq halimcə cuşe təhsili də müştəğəl təqlib ovraq ikən amme-i ibadə şamil olan nəfəxat-i qeybiyə-i lahutiyyədən bir şəmme-i hikmət şəmim münteşir sahi-i nasutiyə olub bər muqtezai məşiyyət ilahi xanedani illiye-i Osmaniyədən növbəti səltənət və şahi şahzadə alicah padişah vala taxtgah تاجدار جمشید شوکت عریچه نشین اسکندر سولت خاقان زمان سلطان ابن سلطان پادشاه مسعود و امجد سلطان محمود خان ابن سلطان Mustafa xan. Çağ. Burada daha çox rahat tarixi də tapa bilirik ki, bu Sultan Mahmud Xan ibn Sultan Mustafa Xan. Bunun hakkında İbni Sultan Mehmed Xan. İbni Sultan iki nəslin şahın saydı. Bu üçüncü, yəni üçüncü oğul, dədə və əslində deyək nəvə, dədə, baba. Beləsi saydı bunları. Sultan Mahmud Xan nəvədir, Mustafa Xan dədədir və Məhəmməd Xan Həzrətləri də Allah hər üçün rəhmət eləsin, babadır, cəddidir. Həzrətlərindən müqəddər və təhdi vala rüxt xilafət vala rəxti xilafət cülus Humayun şövkət məqrunləri ilə münəvvər olduqda bil cümlə übad sidq etiyad əshab taət و inqiyad məsrur şad و duayı bəqayi və duayı bəqayi dövlətlərində müttəqidül fuad olmuşlardır. Malikül mülk la yazal olan Malikül mülk la yazal olan Xudayı bi misal və Xudavənd zilcelal Teala şə'nehu və tetevali ihsanə zat sütude sıfatlərin aqibəti bir berdevam və tul ömr ilə müəmmər و hərəkat و səkanat şəhriyarlərin tevfik cəlil zəfər rəfiqinə məzahir eyliyüb zaman səadət iqtiranilərində hünərvəran məarif pişəyi dilcüşad و neçə bənim gibi bikəsan xeyrət əndişəyi mütəsəlli və bərmərad eyləyə. Amin. Be fəzli ki ya Rabbel alemin. Müqəddəmə. Qutardı. Buradan şah öldü. Yəni hangi şah öldü? Əslində Sultan Mustafa Allahın rəhmətinə getdi. Oğlu gəldi yerinə. Bunu dedi və istir də deyək ki, məni qoy qalım işimdə də. Yəni səfirliyimdə qalım. Müqəddəmə. Məqalu mütəmməməyi maligilə maligilu qal.
müqəddəmə, məqalu mütəmməmi məal gil و qal budur ki, bundan əvvəl Sultan Əhməd Zişan zaman səadət nişanələrində dərgah ali mütəfərriqələrindən zübdə-i əshab mərifət və ümdə-i ərbab mənqəbət coğrafi kimdir anladı? Coğrafi İbrahim Əfəndinin mücərrədi təysir təksir fununə səbəb istitaət olmaq üçün tələb və himməti və hüsn niyyəti tərsim əşkal و sənəti təbaət babində müsaid uləmai izam و muazidi vüzərای zil احترام ilə mərziyül əməl və əmal و işaətə məhəll olduğu cəhətdən fətvay şərif və fərman mənif ilə padişah İslam tərəf əşrəflərindən معزون و مرخص olduqda əmimətül mənafi təvarix و قوانین و مسالک بحر و بری mübəyyən neçə nüsxeyi nafi təb'ü nəşrinə şari və sari olub. Xüsusən fənn coğrafiya təxtit bilad, təxtit xutut mərzləri çəkmək, təxtit bilad və o zaman mərzilər yoxdur. Burada nəqşədə də onu mən gördüm. Yəni də o da çox mühümdür. Mərzilər yoxdur. Çünki o zaman insanlıq biraz daha azaddır. Pasport zat da yoxdur. Və məsalik bəhr و bəri mübəyyən neçə nüsxə nafi təb'ü nəşrinə şari و sari olub. Xüsusən fənn coğrafiya təxtit bilad و təhdid سواد بیانında الزو احسن بر الزو احسن bir fənni məlik bu əlzə nədir məxtə mən bilmirəm. Əlif, lam, z. Ələzzu ehtimal ələzzə təşdid də olacaqdır. Ehtimalən ləziz mənasına gəlir amma burada rez ilə yazıbdır. Bəyanında ələzzu əhsən bir fənni məlihu müstəhsən və elmi fələkiyyatidən müstənbət və müdəvvən idi ki, bəzi kütüb-i təvarixdə müsərrəf və məşruh. Bu kitabın əvvəlini oxuram ki, bu görək bu nə deyir, ona görə əvvəlindən çox oxuyacağım. Yaftə olmaq əmri müəyyən və rəsmi mübərhən idi ki, məlum danışvəran aləmiyandır. İmdi bu bəndeyi yəsireyi بوینده یسیری و تحفه حقیری صدر اعظم زمان و وکیل جلیل پادشاه جهان وزیری بی‌نظیری عطارالدبیر مشیر شیر سولت و مشتری تدبیر ذل قلب السلیمی و طبع حلیم حکیم مشکور حلیم رگوری فلات النهاد ارسطو اجتهاد دارنده اخلاق ملکیه داننده آفاق فلکیه قمر طلعت و زهره سیما جبهه نمای نور انتما مریخ هیئت خورشید خصلت شجاعت شعار سماحت دسار کواکب مواکب سواکب مناکب صدر جزلره بدرت الصداره بدرت الصداره علی آلی قدر و علی ولی و الاصدر Ali Paşa. O zaman Ali Paşa sədr-əzəmdir. Bunların hamısın ona bir tərif dedi. Əbbədəhullah bi əzafin nəsri vəl futuhi və tul ömrihi kəma təvvələ ömrü Nuh həzrətlərinin nami və ismi samiləri ilə məənvən və duayı dövlət və sənayi himmətləri ilə müzəyyən qılınıb huzur əsfanələrinə məruz qustaxanə qılındı. Mərahim illiyələrindən ümid fəqirانه budur ki, bu əsər naçiz bəhri yab hüsn qəbul və bu əbd bimiqdari xaçi məzəllətdən rəf eyləyə sair çıraq firuzan və əyyan sədaqət nişan zümrəsinə mülhəq və mövsul buyurmaqla beynül əqran mümtaz və şadan buyurələr. Fəmənnəhul inayətü vəl tövfiq və təshilül qəvamiz təhqiq imdi. Buradan da ona yalvardı ki, məni pul vercinən, iş vercinən famillərimin arasında başım aşağı gəlməsin desinlər 45 ildən sonra səfirlikdən sonra indi çöldə qalıbdır.
Selam aleyküm, aleyküm selam. İmdi اصحاب فهم و فراست و ارباب علم و دراست حضراتına معلوم ola ki bu risalenin ibtidai müəllifi Fransa deməkdir. Fransa qiralının coğrafi xassi və ixtirai funun riyaziyyə ixtisası olan Münsur Rubbi Nam. Adam bunu yazanın əsli yazaq buna. Əsl yazar. Fransəli adı nə oldu? Münsur Rubbi, Rübb'ün təşdidi vardı. Münsur Rübb nam filsufi münşi bil cümle Avrupa əqalimində şöhrət şiar və bu fənnə dair əməliyyatda sahibi etibar olub. Risale-i Mərqumənin bu rəsm üzərə səbəbi tərtibi budur ki, kütüb və əslafın əksəri heyət və həndəsə və coğrafiya müstələhatı ilə məmzud və məxtut və bir-birinin rüsum və əşkali bəyanında namərbut olmaqla mücərrəd fənn coğrafiyaya həsr mətləb edən talibana əsir yəni çox zor, çətin. Əsir و təəllüm və əxzi qeyri-yəsir, qeyri-asan, yəsir də asan, əsir, yəsir. Əsir, yəsir də biz deyərik bunu. Əsir, yəsir, əsir eynlə yazılır, yəsir yığla yazılır. Onun üçün də bu, biri əsir, yəni çox zor, yəsir, yəni çox rahat. Quranda da bir ayə vardı, o oradan alınır. Olduğundan xəritə-i coğrafiya, əşkalin və küre-i zəmin əmalinin təhsilidə təsir və təhsil, təshil üzrəm. Təysir و تسهیل قصدی افراز و افتراع və müstəqillən bir əsəri xoştər ibraz و ixtira eyləyib bir müqəddəmə və 7 bab və bir xatimə üzərə təlif olunmuşdur ki, müqəddəmə fənni məzbur fil cümlə tevfiqi təvəqqüfi olmaqla heyət və həndəsə müstəlahatından miqdar kifayə və lazım dirayə bəzi rüsum və əşkal bəyanındadır. Bab. Burada geçti fəsl əvvəlin, geçir indi müqəddəmədən sonra geçir bablara ki, biz bunları da biraz gördük, amma baxaq görək ki, yəni əslini oxuduq da, yəni buracan oxuduq. Kitab çox sadə yazılıbdır, bəzi coğrafi sözlər yazılıb, içində təbiətən bunları anlamaq mənim kimi savadsız adama bu sahədə özəllikdə çox çətindir. Və dahi burada təxəssüslərə geçir o birisi səhifələrdə. Bunlardan da geçək, gedək o birisi səfhədə görək biz burada qutarır, son səhifəni oxumuşduq. Bu birisindən başlayaq. Bu bir dairə çəkibdir, 2 dənə dairə çəkib 2 səfhədə. Onun da dövrələrində 3 dənə neçə dənə? 1, 2, 3, 4, 5 dənə dairə bir-birinin içindədir. İkisində yazı var, o birisilərdə yoxdur. Birində də nəqqaşı var. Yap ortadakının üstündə də nəqqaşı vardı. Ağ dənizdə və qərə dənizdə seyr-u səfər edən əhl İslam oxti üzərə iş bu dairədə 32 ruzigar əsami və cəhati ilə rəsm təhsil olunmuşdur. Yəni burada ruzigar yel deməkdir, tufan deməkdir. İstir desin ki, müsəlmanlar ki, bu dənizdən ehtimalən Məkkəyə gedirlər, ziyarətə gəlirlər, ya ticarətə gəlirlər. Ağ dəniz və qərə dənizdə bu 2 dənanı burada əksini çəkibdir, ehtimalən onu. Onun içində bu 32 dana yel əsir. İlin bu əvvəlindən sonuna qədər 32 cürə yel əsir. Bu yel hangi tərəfdən hangi tərəfə əsir, onları nəqşədə çəkibdir və rəhliyibdir. Bu onun nəqşəsiymiş. Muhit-i şərqidə, ikinci dairə görək nədir? Muhit-i şərqidə ehtimalən yaşıllar, məsələn, bilmirəm hangisınındır. Əlbəttə adların yazıbdır da, yəni rəhlərin yazıb ki, məsələn, bu yel hangi tərəfdəndir? Məsələn, gün toğusi batı. Məsələn, bu yel
gündoğudan batıya tərəf çıxır. Məsələn, birinə baxaq. Ortadan qərə yel. Qərə yeldə ortadan asır. Məsələn, hərəsinin bir adı vardır. Bu birisi nəqşədə mühit-i şərqidə seyr-u səfərində əhl-i hindu, sindu, farsu lisanlərinə görə xarici dairədə və vaq zikr dəniz, vaq dəniz və qərə dəniz ağ olacaqdır. Dairədə və ağ dəniz və qərə dənizdə səfər edənlərin lüğətinə görə daxili dairədə 32 ruzgarın əsami və cəhati təhrir və işaret olunmuşdur. Şimdi de burada bu adamlar, bu millətlər ki, gəlirlər bu dənizdən, ağ qərə və dənizdən və qərə dənizdən keçirlər, onlara nisbət yel necə əsir? Yəni, bura Osmanlıya nisbət idi birincisi, ikincisi indi onlara nisbət necə əsir? Onları göstərəcəkdir, onları danışacaqdır, onlarını yəni şey eləyəcəkdir, nəqqaş eləyibdir. Bu birisi səhifədə görək buna görə nə yazıbdır. Mən buradan bir səhifədə oxumsam, 5-6 sətr oxuyayım. Fəsl-i samin mədarü sərətan və mədarül cədyi bəyanındadır. Ya da cüdəy bəyanındadır. İndi bu hangisi düzdür, heç bilmirəm, necə oxunur. Yadımdan çıxıb, bunlar uşaqlıqda oxumuşuq, hələ bilmirəm, onda da düz oxumuşuq, qələt oxumuşuq, amma oxumuşuq. Dairətan-ı məzkurətanın, yəni o iki dairə kimi gördük. Biri nisvi küre-i şumalidə və biri nisvi küre-i cənubidə vaqe olub. Xətt-i üstuvaya büödüləri bərabərdir. Büöd aralıqları. Əvvəlki tərəf şumalidədir. Birinci nəqqaşı şumaldadır. Ana mədarü sərətan dərlər. Onun adı mədarü sərətan. Yəni burada indi bir kəlmələri öyrənirik. Yəni mən də bunu öyrənməyə başlayıram. Və ol sərətan və əvvəlü sərətan dəxi təbir olunur. Ya elə deyir ki, mədarü sərətan ya da deyirlər əvvəlü sərətan ya da sərətan elə özü deyirlər. İndi bunun hangisi orada deyilir mən bilmirəm. Mən belə oxuya bilirəm. Və ol əs sərətan dəxi təbir olunur. Oldu ehtimalən, yəni ona sərətan deyirlər. Zira geçen şəms ol bir dərəcə daxil olduqda ol dairəyə müqabil olur və ol təqdiricə ol sərətana daxil olmuş olur və ol seyfu inqilab-ı seyfi dəxi denilir. Seyf fikir edirəm ki yaz bahara deyilir. Fikir edirəm. Zira şəms ol bürcə daxil olduqda bizə nisbət, yəni nisbi ərz-i şumalidə mütəməkkin olanlara görə ol seyf olub şəms münqəlib olur və rə'sü sərətan dəxi dərlər. Zira şəms ol dairəyə daxil olduqda bizə görə ətvəl-i nəharun nəhayətidir. Tamam, görürsünüz ki, çox təxəssüsi bir bəhsə keçdi və mən də bunları bilmədiyim üçün ağır gəlir təbiətən. O birisi cədvəlləri burada görürük. Biz bu cədvəllərdən də baş tapmadığımız üçün bunlardan da geçirik və cədvəllərdən sonra bir yazı var. Ondan da bir iki sətr oxuyaq, görək şeyi çox təxəssüsüdür, nədirdir. Bab-ı sadis küre-i zəmin üzərə mütaliə olunacaq məvad bəyanındadır. Ol dəxi 10 fəsli müştəmildir. Fil həqiqəti bir küre-i kamilə və müstəqimə bülmək düşvarıdır. Yəni zati qayət müdəvvər və dəvair və dərəcati diqqətlə məqsum olub ətraf-ı şəkli dəvairlərin iqtizası üzərədir. İqtizası üzərə dövr edib külli nizami mövcud ola ki, riqqət ilə mülahizə olunduqda hər şey kəmali ilə bulunə və əgər vəcsi məzkur üzərə kəmal olmayıb hər şey əlbəttə əla yurad bulunmədiği heyndə təhayyürat və təhayyürat və təqriratimi xəta və təqsirata həml etməyib ancaq kürənin təqsir və xeyri kəmalinə ədd edələr. Kitabın son bu bölümün son
sonuncu şeyin xatime-i küre-i zəmin qaç qətə mütləqəyə təfriq olunduğu bəyanındadır. Bəzi coğrafiyun indində küre-i zəmini 4 qət'i mütləqəyə təfriq edərlər. Yəni buranı oxumuşduq, heç ehtiyacı yoxdur təzədən buranı oxuyaq, çünki tarixi də elə biz buradan götürdük. Bunu oxumuşduq. Tamam. Gedək o birisi səhifələrə. Burada da nəqşələri oxuyaq, görək bu nəqşələrin üstündə nə yazıbdır. Nisfi Kore-i ərz və madən ibarət nisfi Kore-i ərz və madən ibarət olan madən su. Nisfi Kore-i ərz və madən ibarət olub Avropa və Asiya və Afrika iqlimlərini mühit olan əski dünyanın şəkl-i heyətini və birari və bihari. Birar qarrərəl, biz qarrə deyirik. Birar bər və bihar, sular. Birari və biharidən müştəmil olduğu məsafeyi vüsəti məlum olmaq üçün iş bu dairəyi rəsm və təsdiq olunmuşdur. Burada fasilələri çəkmək üçün göstərir. Dediyim kimi, burada biz görürük ki, nəqşə siyasi deyil hala. O zaman siyasi deyilmiş, 300 il bundan. Sonra yavaş-yavaş siyasiləşir və dünyanın mərkəzi mənəm deyə nəqşələr, məsələn, İngilistan dünyanın mərkəzi görsənir, Avropa dünyanın mərkəzi görsənir, çox yekə görsənir, o birisi Asiya, Avropa kiçik görünməlidir, təhqir olunmalıdır, özlərini görməməlidirlər. Yoxsa Asiyanın nəqşəsi elə çəkilə ki, Avropa onun yanında bir barmaq görsənə, o bir qarışdır, Avropa bir barmaqdır, bir barmaq enində qədər görsənə, onda Avropalılar, Asiyalılar ya özlərinə güvənərlər. Biz bu yekəlikdə yox, nədən Avropanın qabağında dalıya qalmışıq deyə sora bilərlər. Ya nədən biz onların müstəmirəsi olmuşuq deyə, niyə onlara zorumuz çatmır sora bilərlər. Amma o zaman ki, Avropanın yekəldirsən, Asiyanı kiçildirsən, adamlar deyir, biz onlardan kiçiyik. Asiyanın hamısı Avropanın, ya Avropa Asiyanın bu böyüklükdə Asiya 50 məmləkət var, 100 məmləkət var, içində məsələn Avropa onun yarısı candır. Az məmləkət var, güclüdürlər filanlar. Yəni belə bir fikirlər yaradırlar. Nisbi küre-i ərz və madən ibarət olub. Burada da indi ehtimalən o birisi, bu birisi nəqşədə o birisidir. Nisbi küre-i ərz və madən ibarət olub Hind Qərbi və Afrika təbir olunur. Yengi dünyanın şəkl-i heybətini və birari və biharidən müştəmil olduğu məsafeyi vüsəti məlum olmaq üçün iş bu dairə rəsm təsdih olunmuşdur. Burada da görürük ki, beləsi bir şey bunun haqqında yazıblar. Sonra nəqşələrə gəlirik ki, nəqşə dediyimiz kimi kitabın son nəqşələridir və qutardır. Bu günləri bu kitabı oxuduq. Mən istərəm ki, bir ayrı kitabda açım, əgər imkanı olsa, ondan da biraz tanış olaq. Əgər olmazsa qalar bir başqa gün onu tanış olarıq. Tamam, bu oxuduq bu cəmnaməni. Bir dənə kitab burada var ki, səfə-səfə yenə qoyulubdur və zip olubdur. Çox ağır bir şey olacaqdır. Buna baxaq görək ki, bu acaba bu əvvəl hansıdır? Biri A-dır, biri B-dir. Tamam. Bunların şumarələrin, tarixlərin yazılıbdır. 2012-ci ayın, bunlar o zaman olubdur. Amma indi bu burada hardan başlanır? Səhifəsini istirdim görüm ki, səhifəyə nömrə qoyubdur ya yox. Bu kitab ehtimalən 40-dan başlanır, 136-dan başlanır səhifəsi. 136-dan 9000. Allah Allah. Burada 9368-ə gedir. Əcəba bir belə olmaz bir belə. İştibah demişəm mən bunu. Onda mən bunu iştibah demişəm. Qeydim dalıya. 9136-dan başlayır. 9136-dan gedir 9000
155'e qədər olmaz ki. Bu zamanda bir çox az olur. 36 ilə 9136 ilə 9155-in arasında 10-15 səhifə var, amma burada 100-dən çox səhifə görürəm. Hər halda buradan bir 10-15 səhifə açacağam əvvəldən. Buradan açdıq bunu. Gedək o birisi bölümündən də, axirindən də bir 4-5 səhifədə axirindən açın bu bölümü. Yəni 2 dənə bu şeydən ibarətdir. Axiridir. Tamam, bir belə də buradan açdıq. Bir dənə də o birisi səhifəsində var idi. Yəni bu 2 fayldan ibarətdir. Yeni mətin bəlgəsi. Baxaram görüm ki, bu nə deməkdir. Buradan da bir 10 dənə də buradan açaq. Görək ki, nə deməkdir və bunları çox da şey olmayacaqdır. Yəni fürsətimiz olmayacaq ki, bunları hamısını oxuyaq, amma ehtimalən bunlar təkrar da ola bilər. Mənə belə gəlir ki, təkrar ola bilər bunlar. Bu qədər qalar. Mənə bir belə yetişər bu günləri. Buradan başlayaq. Bu kitabın adına baxaq. Kitab-ı Nisbətnamə-i Mülük. Çox bir açıq qırmızı ilə bu kitabın cildini görürük ki, düzəldiblər və ortada kəsiblər gönü. Göndən düzəlib bu kitabın cildi. Ortada, arxada tazaşdan bir basma ilə, bu ayrı gönü basma ilə nəqqaşlayıblar, qoyublar bunun içinə. Çox gözəl bir şeylə tanış oluruq burada. İkinci kitab. Adı, kitabın adı. Ad, Kitab-ı Nisbətnamə-i Mülük. Bu birinci səhifə da bunu çünki qeyd etməyəcəyəm. Bəllidir ki, bunun dövrələri işlənibdir, biraz köhnəlibdir, gedibdir. Kön, yəni təqribən aradan getmək üzərəymiş. Bu birinci səfər getsin. İkinci səfəni görürük. İkinci səfədə, kitabın ikinci səfəsində bu yazı, bir dənə möhür başda görürük. Qıssa əgər eləyə bilsəm bunu gətirsəm aşağıya. Latincə bir möhür, burada türk, ehtimalən Türkiyə möhrüdür. Çünki TK var burada. Onu görürəm, bir dənə ayrı bir hərf var. Bilmirəm, TDF-dir, nədir, onu da oxuya bilmədim. Məktube-i Oraq 224. Ehtimalən bunun 224 səfəsi var. Yazılmış səfələri Məktubə Oraq 224 səhifə. Burada da bir şey yazılıbdır. 84 səfə 90 Vəzir-i Əzəm Mustafa Paşa. Nə deməkdir bilmədim. Burada da belə bir şey yazılıbdır. Kitaba möhr vurulub bir dana. Arxa tərəfdə ehtimalən görəcəyik onu. Ehtimal verirəm. O möhür, yox, arxa tərəfdəki şeydir. Möhür deyil. Arxa tərəfdəki nəqqaşidir. Təzhibdir. Orada möhür qoyublar. Neyiniblər? Onların əksi düşüb, bu yüzden biz görürük. Amma burada indi bir dana Cami-ü Tarix li rəsmi xəzanətül kütübi Qasım Sultan İbni Seyyid Əhməd Xan Əl-Qab Zeyi Səlləməhullah Teala və Təqəddəs. Bu imza ilə bir dəfə tanışıq. Bu imza bir dəfə görmüşük bunu. Amma burada bu möhürün içində Cami-ü Tarix belə deyə bir şey yazılıbdır. Əshab-ı
Əshab-ı Cami tarix ehtimalən belə oxunacaqdır. Li rəsmi xəzani-il kütüb Qasım Sultan ibn Seyyid Əhməd xan Əlğa nəmənədir, o qalanı oxuya bilmirəm. Burada bir nömrələr də görürük. Nədir anlamını bilmirik. Gedək yenə o birisi səhifəyə. Görək ki, burada nə yazıbdır. Cəlibdir ki, orada biz gördük bu kitabın arxa səfəsində bir əks olacaq. O əksi burada görmədim. Yəni o şey olacaqdı. Arxa səfədə bir təzhib olacaq idi. Yəni yazı başlanan yerdə, amma o yoxdur. Burada onu görmürük. Nədən isə belə bir şey yoxdur. Ehtimalən bu kitab biraz qatışıq düşübdür. Mən buradakı olan səhifələrə baxdım. Bunlarda onu görə bilmədim. Biraz da sürətlə gedirəm ki, bəlkə belə bir şey olsa görərik. Mən tərtib ilə çalışmışdım açam, amma bəlkə də aça bilməmişəm tərtib ilə. Baxım görüm ki, ikinci səhifə ayını açmışdım bunu. Üçüncünü də açmışdım. Biz arxada görürdük. Ehtimalən bunları göstəribdir. Bəlkə də bilmirəm. Tamam. Qeydək buradan ikinciyə baxaq. İkincidə biz o yazını görmürük. O əksi ki, gərək olaydı, onu görmürük. Amma kitabı görə bilirik. Kitabın çox gözəl bir xətt ilə yazılıbdır. Və umaram ki, eləyə bilək bunun tarixini zaten tapaq. Çox gözəl bir xətt ilə yazılıbdır. Qırmızı və qərə xətt ilə yazılıbdır. Ərəb yazıların üstünə səslərin qoyubdur hər hərfin və sətirlər arası çox aydındır, amma kitab səhifə çox enlidir. Əslində deyərəm ki, kitabı yıxıb yerə çeviribdir. Kitabın yapışan yerindən yazıb, yəni başdan yazıbdır, bu başa gəlib bu başa. Yəni əvəzin kitabı beləsi deyək. Əvəzin kitabı buradan yazı gələ aşağıya, burası yapışıqdır. Gəlibdir, çeviribdir. Buradan yapışan yerdən belə yazıb gəlib bura. Ona görə xəttlər çox uzun, amma eyni halda çox da müstəqim xəttlər yazıbdır. Qıraq yazıda görürük. Əcəba bu qıraq yazını kim yazıbdır, onu bilmirik. Görək ki, bu kitab yarımçılıq. Dediyim kimi bu kitabın əksi yarımçılıqdır. Biz bunu görürük, çünki səhifə yoxdur. Deyir, kəlləməllah və çəhu. Buradan elə bəllidir ki, bu kitabın əvvəli yoxdur. Çünki kərrəməllah və çəhu dedi, yəni ki, bunun qabaqdan bir şey var idi. İndi Həzrət Əlidir, ya hər kəsdir. Məmulən Həzrət Əliyə bunu işlədirlər. Bunu bəllidir ki, kitabın əvvəli düşübdür. Kərrəməllah və çəhu, pedər al-ı ovlad اوست saqi hovz gərdanidə və an ra buy məxsus fərmudə. Bu da fars olduğu üçün bunu oxumayacağam. Amma bununla belə axirinə baxım görüm ki, bu səfərin axirində heç aqil an məcaz ra tuy qavi و sahih nəquyət və niz çün Rasul əleyhissalam در salavat belə bir şey. Farscadır bu. Əgər farsca olsa oxumayacaq. Yəni kollən kitabı oxumayacaq. Gedək bu bir səfiyə baxaq. Və şayət ki heç həm əksi çox pis salınıbdır. Yəni tardı kitaba su gəlibdir, bunu da deyim. Həm də fars olduğu üçün daha qoyuruq kənara. Bu da səhifə farsdır. Bu səfiyə baxaq. Salavat-ı selam ələsi. Ehtimalən burada yenə də əvvəl səfələrdir bura. Yəni səfələr qatışıb. Bu kitabda qətən səfələr qatışıbdır. Və salatu və selam ələ seyyidina Muhammedin və alihi tayyibin tahirin əcməin əmma bə'd. Buradan gəlir. Yəni bu deməkdir ki, kitabın əvvəli bu səfədən qabaqçıdır. Amma burada onu görürük ki, belə bər-rə'y roşən ərbab fitnət və kiyasət və əshab rü'yət və fərasət puşidə نیست ki, tamam, bunu da yenə bağlırıq, qaydırıq və bir ayrı səfəni açırıq. Bədi digər buzurg çunun ki dediyimiz kimi bu kitab farscadır. Kollən bunları tamam. Kollən bu kitabı bağladıq. Bunu da
Adını da bilmədik əlbəttə. Adını da bilsəydik lağəl bilərdik ki, dərd edəyən bir kitabdır ya yox. Adını bilsəydik o bizə yenə bir dərd edəyən dəyməzin bizə deyərdi. Nəsəbname-i Muluk adını bilmişdik. Nəsəbname-i Mulukdan keçdik. Onu gör, mən istəmirik, yəni oxumadıq, bunu yazaq farsca. Tamam, bu bəlli oldu. Bir dənə ayrı kitab açdıq. Bu çapdır, son zamanlarda yazılıb, ruznamə şəklində yazılıbdır. Bərrəsiyə Əhval və Həyat Şair və Ədib Qızılbaş, Əsr Səfəvi, Yusuf Bey Çavaşlu və Mərsiyə Sərayi Türki dər Əsr Səfəviyyə. Ali Əbülqasimi adında bir adam oturubdur, bu məqaləni yazıbdır. Allah Teala köməyi olsun. Bir dənə türk şairinin şeyini yazıbdır. Bunu kitabı silah geçsin. Çünki bu kitab taza çapdır və bizim də, əlbəttə araşdırmadır. Tamam, mənim dərdimə dəymir. Yəni o amacımız üçün deyil. Önəmli olmağından danışmırıq. Önəmlidir, amma mənim delete. Bu nəsəbnaməni də delete edirik, çünki bu da yenə o kitablardan ki, biz bunu istəmirik. Ayasufya adında bir kitab adı görürük burada. Ayasufya bilirsiniz, bir dənə məsciddir İstanbulda. Çox adlı sanlı bir kitabdır. Bu kitab 501 səhifədir. Təbiətən bunu oxuya bilməyəcəyik. Elə fəqət biraz baxaq, qalsın sabaha. Kitabın adı ehtimalən kitabı İrşad-ül Muluk. Burada belə bir şey yazıbdır. Bilmirəm ki, bu kitabın adıdır, yoxsa ayrı kitabın adıdır. Ola bilər ki, bu Ayasufya kitabxananın adına olmuş olsun. 498 vərəq. Bu kitabın adı olacaqdır. Qasım Bey götürücü kitabıdır. Bu Qasım Bey gətircüyü nəmənə belə kitabıdır. Bu onun kitabıdır. Yapraqlar 498 səhifəlik bir kitabdır. Kitabın adı olacaqdır İrşad-ül Muluk. Siyasi bir kitab olacaqdır. 789 burada bir şey işlənibdir. Nə deməkdir bu? Yazılıb da oxuya bilmirəm. Haza kitabı İrşad-ül Muluk. Ad kitabı İrşad-ül-Muluk. Çox önəmli kitab olacaqdır. Bunu mən gedim orada adını dəyişdirim. Birinci işimiz bu olsun ki, bunun adını dəyişdirək, düz yazaq. Bunu yarın oxuyacaq qətən. Çünki çox mühüm bir kitabdır. İrşad-ül-Muluk. Tamam. Tamam. Bunu açdıq, İrşad-ül-Muluk elədik. Qeydaq təzəşdən yenə kitabın sorağına və onunla biraz tanış olaq. Oraqı dedik 98-i görsənir, 400-ü çətin, biraz silinib çətin görsənir. Burada bir yazı yazılmışmış, onun adını arxadan görürük. Bismillahirrahmanirrahim deyə kitab başlayır. Əvvəlində ehtimalən bura burada çox əcib bir şey görürük. Burada əvvəldə Bismillahirrahmanirrahim ilə başlayıb belə bir şey yazıb. Diqqət buyurun, görün ki, kitabın başına nə oyun gətirmişik biz. Həsəd burada olur da, həsəd o. Nə mənə burada olur. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vəssalatu alə rəsulihi Muhammedin və alihi əcməin. Burada bir kəlmə silinibdir. Su geçib kitaba hər yerinə, bu bəlli. Ehtimalən hətta bükülüb, cırılıbdır da, o yapışdırıblar. Bu ola bilər hər iki olsun, ya bükülübdür, ya da cırıblar. Məncə kitab çürüyübdür, cırıblar, bir ayrı kağızı cırıblar, yapışdırıblar ki, çox çürüyüb aradan getməsin. Ehtimalən yazıb ki, Əl-Mütlə'i fi hazəl kitabi əla Əli ibn Əbdullah qəfərəllahu rəhul. Bu kitabın sahibi Əli ibn Əbdullahdır. İndi buradan aşağı bir ayrı xətt ilə bir nəfər bir şey yazıb, onun üstün qərəliyiblər vəli validihi, dədə nənəsinə. Ondan sonra nə mənə burada yazıb, onları elə qərəliyiblər ki, oxunmur. Yəni, əxd ələl-ləzinə əlləməllahul-əhv əl-vahidil-mənnan.
Bu da indi nə cür oxunur? Burada Osmanlı dövründə o məşhur möhrü görürük ki, yenə bu kitabda Elhamdülillahi Əlləzi hədana o möhrü görürük, o imzanı görürük. Aşağıda da bu kitab hangi zamanda vəqf olub onu görürük. Qəd vəqifə hazihin nüsxətil cəlilə Sultanina Əl-Əzəm adını siliblər. Sultanın adını ehtimalən siliblər burada. O ya sifət ki ona gətirmişlər, onu siliblər. Görsənməsin, oxunmasın. Bəllidir. Yəni istərdim deyəm silməyiblər, amma bir şeylə bunu siliblər. Bu da Malikil Rə'si və Malikil Bərreyn və Bəhreyn Xadimil Hərəmin Şərifeyn Əl-Sultan ibni, burada şimdi bir kəlmə silinibdir. Əs-Sultan Əl-Qazi Məhmud xan və məasihi nəmənə sər-əya oxuya bilmirəm. Burada Məhmud xan, Sultan Məhmud xan, Əl-Qazi Sultan Məhmud xan çağ Əl-Sultan Əl-Qazi Məhmud xan. Nöqtəsi olmadığı üçün oxuya bilmirəm qalanın. Və səhhi şər'ən limən taliə və əfadə Əl-Fəqir Əhməd Şeyxzadə və ya'ləmu və istiadə Əl-Əzəm, nəmənə belə bir şey oxu Allah Teala beləsi yevməs sadisi və indi burada da yenə bir şey yazıb da oxunmur. Əl-Müfəttəşi və Oqafil Hərəmin Şərifin. Ehtimalən bu da elə həmin adam olacaqdır ki, bu kitabı görürük, saxlayıbdır. Kitab sürətlə 2-3 dəqiqədə bunu getirəm. Sürəti kitabın hər yerinə su gəlibdir. Axarı təqribən xərab olmağa başlayıbdır. Ehtimalən 4 tərəfi ya da 3 tərəfi bu səhifədə kəsilib, tazaşdan yapışdırılıbdır. O birisi səhifələrdə də ki, baş tərəflər kəsilib yapışılıbdır. 2 cürə yazı yazılıbdır. Bir, ərəbcə yazı yazılıb, qəri ilə və səsləri qoyulubdur. Bir də onun altında türkcə yazılıbdır. Bu kitab bu vəziyyətlə qırmızı rəng ilə yazılıbdır. Hər kəlmənin altında əyricə o kəlməni türkcəsini yazıbdır. Kitab çox kirlənibdir, çox başına oyun gəlib. Yəni kitabın bəllidir. Kitabın bir bölümləri kəsilibdir. Çox köhnəlibdir. Bunu saxlamağa çalışıblar. Allah Teala bu zəhməti çəkənlərə hər iki dünyada əcr versin inşallah. Kitab 501 səhifədir PDF-də, amma PDF 501 səhifə gördüyü üçün bu 1002 səhifəlik bir kitabla qarşıyayıq. Çox yekə bir kitabdır. Gördüyünüz kimi qərə sətirlər çox aralıdır bir-birindən. Ortada qırmızı yazılar var. Bununla belə çox aydın görsənir. Yəni sətirlərin arası çox olduğu üçün kəlmələrin yazılıqları aydın görsənir. Qıraq yazılar var orada, burada görürük. Kirli saxlanmaq yerləri də görürük. Ehtimalən qıraq yazılar tozihdir bunlar üçün. Mən bu qədər bu günə yetişər, qalsın bir ayrı gün bu kitabı oxuyarıq. Çünki çox önəmli bir kitabla qarşıyıq. Sağ olun, sağ qalın. Allah ömür verirsə, imkan verirsə, səadət verirsə, türklər yaratdığı uyğarlıqlarla gələn